ABCD paralelogramında ABM və MND üçbucaqlarının sahələri cəmi BMN və NDS üçbucaqlarının sahələri cəminə bərabər olduğunu isbat edin. İlk öncə burada ABM, BMN və ya digər iki üçbucağın da hər birinin hündürlüklərinin eyni olduğunu qeyd edək. Çünki BC və AD arasındakı məsafə paralelogram olduğu üçün hər bir nöqtəsində eynidir. Yəni ABM üçün hündürlük nədirsə, BNM üçün və ya MND üçün, həmçinin NDS üçün də həmin hündürlük eynidir. Yəni hündürlük burada dəyişmir. Üçbucağın sahə düsturundan istifadə edərək qeyd edək ki, S üçbucaq ABM deməli bərabərdir. ABM üçün oturacaq AM olacaq və hündürlük də H-dırsa yazarıq. 2-də 1 vurulsun AM vur H. Digər tərəfdən üçbucaq MND üçün də MND bərabərdir. 2-də 1 oturacaq burada MD-dir. MD vurulsun H. Həmçinin S üçbucaq BMN və burada da 2-də 1 vurulsun. Oturacaq BN olacaq. BN və H. S üçbucaq NDS bərabərdir. 2-də 1 vurulsun. Oturacaq NC-dir. Burada da NC vurulsun H. Əgər birinci və ikinci üçbucaqların sahələri cəmi, üçüncü və dördüncü üçbucaqların sahələri cəminə bərabərdirsə, əvvəlcə bu cəmləri yazaq. Birinci ilə ikincini toplasaq olacaq 2-də 1 vurulsun. H hər ikisini də ortaqda çıxarsaq mötərizə xaricinə olacaq AM üstə gəl MD. AM ilə MD-nin cəmi isə AD-yə bərabərdir. Yəni bunun əvəzinə yaza bilərik 2-də 1 vurulsun AD vurulsun H. Digər iki üçbucağın sahələrinə baxaq. 2-də 1 H eyni olduğu üçün BN ilə NC-nin cəmini verəcək. Bu da 2-də 1 vurulsun H vurulsun BN üstə gəl NC bərabərdir. 2-də 1 vurulsun. BN ilə NC-nin cəmi elə bizə BC-ni verir. BC vurulsun H. Paralelogramın qarşı tərəfləri bərabər olduğu üçün BC AD-yə bərabərdir. Deməli, AD BC-yə bərabərdirsə, bu sahələr də avtomatik olaraq bir-birinə bərabər olur. Yəni 2-də 1 AD vur H bərabərdir. 2-də 1 BC vur H. Və biz buradan bu üçbucaqların sahələri cəminin bərabər olduğunu isbat etdik.